Bir Şuşa ilə bağlı bir balaca bir şeir, bir ekspresiv bir şeir idi. Son dəfə Şuşada səfərdə olanda qəribə bir dumanı var idi və nədənsə 2 dəfə, 3 dəfə olmuşam orada, amma nədənsə bu son dəfə məhz o şəhəri insan kimi hiss elədim. Elə bir ki, gah bir mələk kimi, gah bir qadın kimi, gah bir nə bilim bir gizlənən bir nə bilim xəyal kimi, belə qarışıq bir, amma canlı varlıq kimi. Və elə bir ki, o ekspresiyalar bir şeirə keçdi və qəribə bir şeir alındı. Belə də böyük bir, necə deyim, bəlkə də indi bir kimlərsə deyə bilər ki, biraz bədii məziyyətləri falan, amma içdən gələn bir ötəri ekspresiyalardır. Yəni, Şuşa sanki bir insan kimi, bir varlıq kimi qəbul olunur. Sən mənim Şuşamsan, çox gec tapdığım, xəyalı dağınıq, fikri qarışıq, buludla örtülən ipək saçların bir gün sığallıdır, bir gün dolaşıq. Sən mənim Şuşamsan, səssiz, səmirsiz, baxışı utancaq, ruhu həyalı, elə bil sakitcə gözün açırsan, işığa çıxırsan Qönçə misalı. Sən mənim Şuşamsan, hər dəfə fərqli, çox tez dəyişirsən, bir an içində bir xəyal kimisən, gah görünürsən, gah yoxa çıxırsan duman içində. Sən mənim Şuşamsan, yağışlı, qarlı, gah bir mələk oldun, gah su pərisi, ağappaq qar tutdu üstünü bəzən, yağışa bölündün günün birisi. Sən mənim Şuşamsan, ruhumun şəkli, məni göstərirsən özümə bəzən, hərçəndi geç tapdım, amma yenə də saf güzgü misalı çox qiymətlisən.